Aprelin 17-də Antalyada Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl-Şarai ilə görüşü olub. Söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl-Şarai'nin ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı. Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı. Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu. Əhməd Əl-Şarai Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu. Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu. Münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı. Dövlətimizin başçısı Əhməd Əl-Şarai'ni ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.